Müsahibimiz Xankəndi Futbol Klubunun ən təcrübəli futbolçularından biri Ramil Əhmədovdur. Ramil, təbrik edirəm. Möhtəşəm oyun, möhtəşəm qələbə. Ən təcrübəli futbolçu kimi, yəni bu oyunu şərh eləyərdiniz zəhmət olmasa. Daha öncə gənc futbolçulardan müsahibə aldı. Onlar öz şərhlərini bildirdilər. Sən bu təcrübəli futbolçu kimi nə deyə bilərdin? Təbriklərə görə çox sağ olun ilk öncə. Azarkeşlərimizi buradan təbrik edirəm qələbəyə görə. Başda rəhbərliyimiz olmaqla, məşqçimiz, komanda heyətimizin bütün üzvlərini təbrik edirəm. Oyunda ilk başda da biraz bir yarı finaldır, yəni bura gəlib çıxdığımıza görə buradakı rəqibimiz də ki, yəni zəif deyil ki, bura qədər gəlib çıxıblar. Onlar da kompakt futbol oynayırdı, amma yenə də bizim belə deyək də, bizim daha çox istəkli olmağımız bizi qalib elədi. İnşallah ki, bundan sonra da daha yaxşı nailiyyətlər əldə edəcəyik. Oyun belə deyək də çox da çətinlik ilk dəqiqələrdə oldu, amma sonra yavaş-yavaş da qol olandan sonra. Yəni istədiyiniz nəticəni əldə edə bildinizsə, yoxsa əlbəttə ki, pis nəticə deyil. Rəqibimizi də tanıyırıq, istəyirik. Səfər oyunu haqqında nə düşünürsən? Səfər haqqında mən özüm orada oynamışam, yəni onlara rəqib olmuşam keçən il. Yəni azarkeşləri möhtəşəmdir. Biraz stadion amili var, amma bilirik ki, orada bizə çətin olacaq. Yəni ev sahibi komandasının evində futbol oynayacağıq da, belə deyək. İnşallah bizim də bircə məqsədimiz var ilk gündən ki, çempionluğa gedirik Allahın izni ilə. Onları da orada məğlub edib finala çıxmaq məqsədidir. İnşallah aydındır. Son sualını da verirəm Rami sənə. Başdan boşuna qeyd etmədim, yəni ən təcrübəli futbolçulardan birisən. Təbii ki, komanda həm gənc futbolçulardan ibarətdir, həm təcrübəli futbolçulardan, yəni yetərincə təcrübəsi olan futbolçulardan ibarətdir. Komandamız bir ailə kimidir. Yəni ünsiyyət demək olar ki, ən yüksək səviyyədədir. Səncə, yəni siz gənc futbolçulara yetərincə övnək ola bilirsiniz, yoxsa yox? Və yaxud o gənc futbolçularımızın qavrama dərəcəsində belə deyək də, gənclərimiz sağ olsun, yəni həqiqətən sözə qulaq asandılar, həqiqətən sözün əsl mənasında və biz də üzərimizə düşən böyüklüyü yerinə yetiririk. Onlara müəyyən tapşırıqlar var ki, məsələn, meydançada biz onlara tapşırırıq ki, bu işləri görmək lazımdır. İstər meydançada, istər kənarda uşaqlarımız halal olsun, onlara da buradan təşəkkür edirəm. Əsas odur ki, kollektiv bir yumruq kimi bir yerə vursun. Onda o kollektivdir. Allahın izni ilə də bu marafonun axırda çempionluq olmalıdır, inşallah. Yəni, qopuqluq yoxdur. Şükür olsun. Təmas yüksək səviyyədə. Bu da qələbələrimizin anlamıdır. Bəli. Yüksək səviyyədə və bu 100%. Yəni, biz hədəf bir olandan sonra, bir yerə vurulandan sonra əlbəttə ki, nəticə əldə olacaq. Aydındır, onda çempionluq yolunda. Sənə də, gənc futbolçularımıza da, komandamıza da, azarkeşlərimizə də qələbələr və çempionluq arzusu. Amin, inşallah. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun.